Zümrüdü meşələri, məşhur dağları, gözəl və şəfalı dağ havası olan bu bölgə bura qonaq gələn hər kəsi öz sehrinə salır. Azərbaycanın ən çox səyahət olunan yerlərindən biridir. Bölgənin qeyri-adi landşaftı, Qafqaz dağlarının bu diyara bəxş elədiyi zəngin flora və fauna, hər fəsildə füsunkar rənglərə bürünən Azərbaycanın heyran edici təbiət gözəli Xızı. Qədim tarixə malik bu bölgənin bir tərəfi Qafqaz sıra dağları, bir tərəfi Xəzər dənizidir. Yamyaşıl meşələri, qeyri-adi rəngdə olan dağları, təmiz havası, öz cazibəsi ilə bu bölgə Azərbaycanın ən yaxşı turist bölgəsinə çevrilib. Biz dağları Azərbaycanda dillər əzbər olan, istər yayda, istərsə də qışda nağılvari görkəm alan Xızıdayıq. Salam Xızı. Xızı rayonu Azərbaycanın şimal-şərqində Böyük Qafqaz silsiləsinin dağətəyi cənub yamacından Samur Dəvəçi oğlağına kimi uzanan çox təpəli yaylaqda yerləşir. Əsas hissəsi meşə ilə əhatə olunan Xızının şərq tərəfi Xəzər sahilidir. Rayon ərazisində sahəsi 110 kvadrat kilometr olan Altağac Milli Parkı fəaliyyət göstərir. Azərbaycanın dağ rayonları içərisində paytaxta ən yaxın olanı Xızıdır. 17 mindən çox əhalisi olan Xızı paytaxt Bakıdan 104 kilometr məsafədə yerləşir. Xızı tarixi bir bölgədir. Eramızdan əvvəl 3-cü əsrə aid olan Qafqazın Nərd dastanında Xızı və Xızı qala haqqında məlumat verilir. 8-ci əsrdə ərəb tarixçisi İbn Fadlanın yazdığına görə Xəzərlərin müsəlman toplusuna Xız boyundan olan bir nəfər başçılıq eləyirdi. Buna əsasən Xızı sözü Xəzər etnonimindən törəyib. Türk dilli Xızı soyu eramızdan əvvəl 2-ci minillikdə Şimali Azərbaycanda yaşayıblar. Bəzi mənbələrə görə isə iddia olunur ki, ozanların atası Dədə Qorqud Xızı Bərmək mahalından olub. Oradan da Dərbənd şəhərinə köçüb. Daha bir mənbədə isə Xızı adının mənşəyi və lüğəti mənası yerli xalqın xarakteri ilə bağlıdır. Xızının lüğəti mənası tez duran, tez oyanan, məcazi mənası isə zirək, cəld deməkdir. Xızıllar həqiqətən çox zirək və bacarıqlıdırlar. Xızıya gedən yolda Bakı-Quba yolundan 10 kilometr aralıda maraqlı bir təbiət hadisəsini müşahidə eləmək olar. Necə deyərlər, Xızının gözəllikləri insanı heyran eləməyə, təəccübləndirməyə ilk qədəmlərindən başlayır. Bölgəni əhatə eləyən yamyaşıl dağlara qədər qeyri-adi görünüşü ilə diqqəti çəkən qırmızı dağlarla rastlaşacaqsınız. Xızı yolunun üstündə olan bu dağları Xızının vizit kartı da adlandırırlar. Geoloji süxurlar burada özünə məxsus rəngi ilə seçilən bir landşaft yaradıb. Bu rənglərə görə də ona Xızının Xınalı dağları deyirlər. Yer kürəsində belə bir dağa bir də Amerika Birləşmiş Ştatlarının Ölüm vadisində rast gəlmək olur. Yuxarıdan baxanda isə bu dağların qeyri-adi mənzərəsi göz oxşayır. Azərbaycanın digər bölgələrində oxşar geoloji hadisəyə yalnız Naxçıvanda rast gəlmək mümkündür. Giləzi qəsəbəsindən Xızıya gedən yol boyunca qızılı rəngə çalan Sarafata dağ silsiləsi var.
Silsilənin ən hündür zirvəsi olan dağ Saraka dağıdır. Onun zirvəsi dəniz səviyyəsindən 958 metr yüksəklikdədir. Rayon ərazisində elə dağlar var ki, bir tərəfi qışlaq, o biri tərəfi yaylaqdır. Rəngbərəng xınalı dağları olan Xızının əsas hissəsi meşələrlə örtülüdür. Xızı Azərbaycanın şimal istiqamətindəki turizm marşrutunun birinci dayanacağıdır. Rayon eko və etnoturizmin inkişafı üçün çox münasibdir. Altağac qəsəbəsinin ərazisi turizm potensialına görə xüsusi olaraq seçilir. Xızıya gələndə Altağac Milli Parkına baş çəksəz, təbiət gözəlliyindən maksimum zövq alacaqsınız. Milli Park 2004-cü ildə eyni adlı qorğun bazasında Xızı və Siyəzən rayonlarının sahəsində yaradılıb. Böyük Qafqazın təbiət landşaftını, flora və faunasını qorumaq məqsədi ilə yaradılmış qorğun ərazisinin 90%-i təbii meşələrdir. Altağac Milli Parkı 5 hissədən ibarətdir. Ərazinin 3-ü qorunur və onlara giriş icazəlidir. Çünki burada adları Azərbaycanın Qırmızı kitabına daxil edilmiş müxtəlif bitki növü və heyvanat aləmi var. Digər 2 əraziyə isə giriş sərbəstdir. Altağac Milli Parkın ən yüksək zirvəsində Soyuq bulaq adlı yer var. Suyu buz kimi soyuq olan bulaqların olduğu bu məkan meşəli ərazisidir. Bir sözlə Altağac təbiətdən zövq almaq, dincəlmək üçün gözəl yerdir. Xızıda olan 25 kəndin içərisində Altağacın xüsusi yeri var. Azərbaycanda istirahət zonası deyiləndə yada düşən yerlərdən biri də məhz Altağacdır. Buranın tək havası nəyə desəz deyər. Onu da deyirlər ki, buranın havası həm də bir çox xəstəliklərin dərmanıdır. Altağacın kənd koloriti, istirahət məkanları, onun təbiət mənzərəsi, hətta maralları belə sizi valeh eləyəcək. Azərbaycanın ən məşhur turizm brendlərindən olan Altağac, Xızı rayonunun mərkəzindən 12-14 kilometr aralıda yerləşir. Kənd dağlar və sıx meşələrlə əhatə olunub. Bu gözəl istirahət məkanının əsrlərlə yaşı olan palıd meşəliyi, başlanğıcını Dübrar dağının hündürlüyündən götürərək Xəzər dənizinə tökülən Ata çayı, inanılmaz füsunkar mənzərəsi və göz oxşayan təbiət gözəlliyi var. Orta əsrlərdə Şirvanşahlar dövləti dövründə Şamaxıdan Qubaya gedən yol buradan salınıb. Altağac yolçuların və dəvə karvanlarının düşərgə salıb dincəldiyi yeridir. Vaxtilə Şamaxını Dərbəndlə birləşdirən qədim karvan yolu da məhz buradan keçirdi. Ağac o dövrdə çox işlədilən qədim uzunluq ölçü vahidi olub. Bir ağac təxminən 7 kilometrə bərabər götürülüb. Altağac sözünün məhz bu ölçü vahidi ilə bağlı olduğu güman edilir. Şamaxıdan Altağaca qədər olan məsafə 7 ağaca, yəni təxminən 42 kilometrə bərabərdir. Altağac həm də kurort zonadır. Burada sağlamlıq mərkəzi, istirahət zonası, piknik üçün əla məkanlar var. Cənnət bağı istirahət və sağlamlıq mərkəzindən isə Altağacı seyr eləmək üçün kanat yolu var. Buradan Xızı dağları əla görünür. Bundan başqa bu məkanda müxtəlif növ maralları bəsləyirlər. Siz onları da yaxından görə bilərsiniz. Bir sözlə Xızıya gələndə Altağacı və Cənnət bağını siyahınıza əlavə edin. Altağac sözün əsl mənasında bir cənnətdir. Bu sehirli məkanda yay səhərləri cürbəcür quşların səsi, pıçıltıya bənzər nəğməsi ilə açılır.
Ona görə də Altıağacda çoxlu sayda bir-birindən gözəl mənzərəli istirahət məkanları var. Cənnət bağı istirahət və sağlamlıq mərkəzinin sahəsi o qədər böyükdür ki, gəzməklə bitmir. Ecazkar təbiət mənzərəsi, istirahət üçün yaradılan ideal şərait, zoopark, asma kanat yolu və maralları yaxından seyr eləmək sizə bölgənin gözəlliyindən həzz almağa kömək eləyəcək. Altıağacın təbiəti kimi bu hürkək və nəcib maralların da cazibəsi hər fəsildə adamı özünə çəkir. Tək yayda deyil, siz onları qışda da görə bilərsiniz. Xızının Altıağac qəsəbəsində 200-dən çox maral bəslənir. Xallı maral, boz maral. Burada ümumiyyətlə Altay maralları özlərini çox rahat hiss eləyirlər. Altıağaca yolunuz düşəndə gəlib onları bax beləcə yaxından görə bilərsiniz. Qış fəsli Xızını əfsanəyə döndərir. Dağlar, meşələr ağappaq don geyinir. Sanki təbiət işıq saçan ağ xalçaya bürünür. Hətta bu ecazkar mənzərənin əhatəsində yaşayan marallar da sizdə unudulmaz təəssüratlar yaradacaq. Qışda Xızının meşələrində qar dizə çatır. Ucu bucağı görünməyən Altıağac Milli Parkının qış peyzajını seyr elədikcə onun möcüzəsinə və gözəlliyinə məftun olursan. Cənnət sayağı görünüşə malik təbiət qışda Xızının magiyasını biraz da artırır. Xızı təbiətdən zövq alacağınız, ruhən bir rahatlıq tapacağınız müthiş bölgədir. Təbiətin bu bənzərsiz gözəlliyini sözlə ifadə eləmək çox çətindir. Odur ki, onu mütləq gəlib yaxından görməlisiniz. Azərbaycanın dağ rayonları içərisində paytaxt Bakıya ən yaxın olanı Xızıdır. Buranın təbiəti bütün fəsillərdə gözəldir. Ona görə də Xızı Azərbaycan turizminin əsas nöqtələrindən biri sayılır. Fəsildən fəsilə rəngini dəyişən Xızının meşələrinin, dağlarının mənzərəsi nağıl kimidir. İndi özünüz də görəcəksiniz. Burada telefona çəkilən hər şəkil elə bil sənət əsəridir. Burada sən qışın gözəlliyini hiss eləyirsən. Adam sanki qış nağılına düşür və sən bu nağılın bitməsini istəmirsən. Bu təbiət səni bir neçə dəqiqəlik də olsa xoşbəxt eləyir.
Real Vətən, Real TV-də. Real Vətən, Real TV-də. Azərbaycanın bütün bölgələri kimi Xızı mətbəxi də dadlı yeməkləri ilə zəngindir. Rayonun ən məşhur yeməyi tutmacdır. Tutmac Azərbaycanda dağların xörəyi kimi tanınır. Bədənə hiss olunacaq dərəcədə istilik gətirən bu xörəyi adətən soyuq aylarında yeyirlər. Tutmacımız hazırdır. Nuş olsun. Çox sağ olun. Sağ olun. Mərkəz Xızıdan 8 kilometr aralıda yerləşən Qızılqazma kəndi də turizm potensialına görə heç də altı ağacdan geri qalmır. Dəniz səviyyəsindən 1600 metr yüksəklikdə yerləşən, quru və çox təmiz havası olan kəndin yolları meşəlikdən keçir. Qışda bu nağıl kimi mənzərəsi olan kəndi seyr eləmək adama təkrar olunmaz hisslər yaşadır. Yay fəslində isə Xızı bir başqa gözələ dönür. Yamyaşıl rənglərə bürünən Qafqaz dağlarının bölgədə yaratdığı mənzərə bu diyarın qiymətini biraz da artırır. Xızıda Milli Parkın içərisində bir neçə kənd var. Onlardan biri də Qarsdır. Qars qədim dağ kəndidir. Burada təxminən 20-yə yaxın ev var. Yayda buranın mənzərəsi çox gözəl olur. Qışda da deyilənə görə qar dizə qədər qalxır. Xızıya gələndə imkan olsa, gözəl təbiət mənzərəsi üçün Qarsa da gəlin. Qars kəndi Xızının mərkəzindən 9 kilometr aralıda, dağın başında, meşəliyin içində yerləşir. İkinci Dünya müharibəsinə qədər Qars kəndində qaynar həyat olub. Müharibədən qayıtmayanlar, aclıq dövrü kəndin həyatını dəyişib. Sakinlərin çoxu kəndi tərk eləyərək yaşamaq üçün paytaxta üz tutublar. Hal-hazırda isə sakinlərin az olmağına baxmayaraq, kənddə bir canlanma var. Yayda dağ və piknik həvəskarları olan turistləri burada çox görmək olur. Kəndin mənzərəsi, yaşıllığı, təmiz dağ havası və buz kimi soyuq suyu bura gələn hər kəsi heyran edir. Burada siz təbiətlə harmoniyada dinçlik və xoş aura tapacaqsınız. Xızının şərq hissəsini Xəzər dənizinin suları əhatə edir. Üç tərəfdən dağlar, bir tərəfdən isə dəniz bu bölgənin unikallığını biraz da artırır. Səhər-səhər dənizdən doğan günəşi seyr eləmək isə adama bol enerji verir. Xızıya səyahət eləyəndə səfərin enerjisini Xəzərin sahilindən ala bilərsiniz.
Xızı bugün Azərbaycan turizminin əsas nöqtələrindən biridir. Onun ərazisi dağlıq və dağətəyi zonaya bölünür. Dağlıq zonanın ən yüksək zirvəsi dəniz səviyyəsindən 2205 metr hündürlükdə yerləşən Dübrar yaxud İki Qardaş dağıdır. Xızının ən hündür dağı Dübrar dağıdır. Hal-hazırda biz onun ətəyindəyik. Dağa gedən yolda bir neçə göl var. Onların da mənzərəsi bir başqadır. Dübrar dağı dəniz səviyyəsindən 2205 metr hündürlükdə yerləşir. Dağın zirvəsi də elə Dübrar adlanır. O zirvədən Xızı dağlarını gözəl bir mənzərə açılır. Dübrar zirvəsinə gedən yol meşəlik olmasa da, ətraf yayda yamyaşıl olur. Zirvəyə maşın, at və ya piyada da gedə bilərsiniz. Əgər piyada gedəsi olsaz, o zaman masmavi gölləri, ətrafda göz oxşayan mənzərəni yaxından görmək şansınız olacaq. Dübrar zirvəsindən açılan mənzərə Xızının bütün gözəlliyini sizə nümayiş elətdirəcək. Bu bölgənin təbiət mənzərəsini görmək üçün gələn turistlərin sayı ilbəil artmaqdadır. Statistik rəqəmlərə görə yayda bura gələn turistlərin sayı Xızının əhalisinin sayından qat-qat çox olur. Çünki planetin bu balaca, lakin təkrarsız parçasını seyr eləyib onu kəşf eləmək insanlara xüsusi zövq verir. Görməli yerləri, tarixi abidələri, əfsanə və rəvayətləri ilə zəngin olan Xızı həm də bir çox böyük şəxsiyyətlərin vətənidir. Xızıda qonaq olanda dramaturq, şair, senarist Cəfər Cabbarlının adını daşıyan parkı və şair Mikayıl Müşfiqin xatirə muzeyini də ziyarət eləyə bilərsiniz. Ah, mən gündən-günə bu gözəlləşən, işıqlı dünyadan necə əl çəkim? Bu yerlə çarpışan, göylə əlləşən, dostdan aşinadan necə əl çəkim? Biz hal-hazırda Mikayıl Müşfiqin xatirə muzeyinin qarşısındayıq. Mikayıl Müşfiq dövrünün ən cəsarətli şairlərindən olub. Ona görə də Müşfiq Stalin repressiyasının qurbanı olub. Xızıya gələn qonaqlar yolüstü ayaq saxlayır və hörmət əlaməti olaraq şairin xatirə muzeyini ziyarət edir. Xınalı dağların əhatəsində salınan xatirə muzeyində Mikayıl Müşfiqin müxtəlif dövrlərdə yazdığı şeirləri, fotoları, şairin yaradıcılığından ilhamlanan rəssamların çəkdiyi portretlər və sair eksponatlar sərgilənir. Sevgi və gözəlliyi tərənnüm eləyən Mikayıl Müşfiq 30 yaşında güllələnərək repressiyanın qurbanı olub. 1956-cı ildə isə şair ölümündən sonra bəraət alıb. Müşfiq Azərbaycanda ən çox sevilən və tez-tez anılan şairlərin siyahısında çox yuxarı pillədədir. Onun sözlərinə bəstələnən onlarla mahnılar Azərbaycanda dillər əzbəridir. Dağları kimi yaşıllığı da vizit kartına çevrilən Xızını günlərlə seyr eləyib, tanıyıb, zövq aldıqdan sonra bölgənin ləziz təamlarının da dadına baxmağı unutmayın. Yerli sakinlər əgər qışda xəmir xörəklərinə üstünlük verirlərsə, yayda onların menyusunda tərəvəzlərdən hazırlanan yeməklər üstünlük təşkil eləyir. Bizi çox ləzzətli tərəvəz dolmasına qonaq elədilər.
Xanımlar xüsusi sevgi və nəvazişlə hazırlanan bu yeməyin nazı ilə mətbəxdə çox oynayırlar. Xızıya qışda gələndə tutmacın, yayda isə dolmanın dadına baxın. Badımcan, pomidor, biber dolması. Yerli sakinlər ona üç bacı dolması da deyir. Sərinləşmək üçünsə ən yaxşı içki doğramaçdır. Su, qatıq, göygərti və xiyar. İndi dadına baxaq. Bu bir başqa ləzzətdir. Səyahət emosional prosesdir. Biz səfərə çıxanda hisslərimizə bayram yaşadacağımıza ümid eləyirik. Gördüklərimizdən qanımız coşmalı, emosiyalarımız isə adi günlərdə yaşadığımız normadan yuxarı olmalıdır. Bir sözlə, hər bir səfər bizi təəccübləndirməlidir. Həmçinin səyahət vaxtı haylı küylü şəhərdən ayrılıb bir rahatlıq və ruhən dinclik tapmağı arzu eləyirik. Xızının seyrinə çıxanda məhz bu emosiyaları yaşayacaqsınız. Qışda ağappaq, yayda isə yamyaşıl dağlar, nağılvari meşələr, təmiz hava, dəniz mənzərəsi, ləzzətli mətbəx və qonaqpərvər sakinlər. Bütün bunlar hamısı Xızıdır. Bu bölgəyə səfər sizi yalnız heyran eləyəcək. Sonraya saxlamayın, məhz indi Xızının görməli vaxtıdır. Yox, əgər səfərinizi qışa planlasaz, əmin olun ki, Xızı qışda da, yayda da gələn hər bir qonağı sevindirməyi, təəccübləndirməyi və özünə aşiq eləməyi bacarır. Xızdan ayrılandan sonra onu tez-tez xatırlayacaqsınız. Hər dəfə də deyəcəksiniz ki, yenə Xızı olaydı, yenə o dağlara qalxaydıq, Xızıya qonaq olaydıq, o dağlardan ilham alaydıq. Xızıya bir gələn təkrar bir də gəlir. Bunun da bir çox səbəbləri var. Çünki Xızı qədimdir. Müşfiqin vətənidir. Mehriban insanlardır. Təmiz havadır, Səfalı yerdir. qonaqpərvərdir. Mədəniyyət ocağıdır. Gözəl piknik yerləridir. Yaxşı insanlardır. Xızı ilham mənbəyidir. Xızının təbiətini gəzdikcə ondan ilham alırsan. Dağlarına heyran olursan. Yəqin ona görədir ki, buranın sakinləri şair təbiətlidir. Əgər siz də təbiətdən ilham almaq istəyirsinizsə, o zaman Xızıya gəlin. Gəlin, görün, ruhlanın, ilham alın və nəhayət nəinki Xızını, elə özünüzü də kəşf edin.